Bugün Bərdə rayonunda Müqəddəs Qurban Bayramı ilə əlaqədar olaraq Bərdə rayonunun rəisi hörmətli Ənvər Həsənovun təşəbbüsü ilə qurbanlar kəsilib və hər il olduğu kimi az təminatlı ailələrə, şəhid ailələrinə və qazilərə qurban payları verilib. Bu gözəl təşəbbüs üçün mən hörmətli Ənvər müəllimə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Həmçinin onun kollektivi və onun müavinləri olan Namiq müəllimə, Natiq müəllimə qazilərə qarşı və şəhid ailələrinə qarşı göstərdikləri xüsusi diqqət və qayğı üçün öz minnətdarlığımı bildirirəm. Bilirsiniz ki, mən reallığı həmişə danışan insan olmuşam və adətən tənqidçi olmuşam. Amma tənqid edən şəxs də hər zaman tənqidi ədalətli etməlidir. Onun üçün də haqq ədalət budur ki, Bərdə rayonunda Ənvər Həsənov və onun kollektivi sayəsində narkomaniyanın qarşısı alınıb. Bərdə rayonunda belə deyək, pozğunluğun qarşısı alınıb. Bərdə rayonunda yaşayış obyektlərdə tam qanuna zidd olan hərəkətlərin qarşısı alınıb və bir çox negativ halların qarşısı alınıb. Bu da özü bizim Bərdə üçün çox gözəl bir addımdır. Bir daha Ənvər müəllimə və onun kollektivi, müavinləri Namiq və Natiq müəllimə öz təşəkkürümü bildirirəm. Həmçinin bu təşəbbüs vaxtilə Ənvər müəllimin rəhbərliyi altında xidmət edən, hal-hazırda Tərtər rayonunda polis rəisi olan Rüfət müəllimin və onun müavini Sənan müəllimin də rəhbərliyi altında olan polis idarəsi tərəfindən də keçirilib və Bərdə rayonunda qazi və şəhid ailələrinə, həmçinin az təminatlı ailələrə qurban payları verilib. Bir kollektivin rəhbəri öz kollektivinə nə cür örnəkdirsə, ondan faydalanan, ondan belə deyək, bu peşəni, sənəti yiyələnən insanlar xidməti boyunca bu cür davam edirlər. Ona görə də Tərtər rayonunun polis idarəsinin rəisi Rüfət müəllim və Sənan müəllimə də bir daha təşəkkür edirəm və bu videomun da ardından Bərdə rayonundakı qurban paylama mərasimindən və Tərtər rayonundakı qurban paylama mərasimindən qısa fraqmentləri izləyə bilərsiniz. Qarabağa iddia başlayanda ön cərgədə polisidir. Görüşünü irəliyə verən, polisidir vuruşan. O vaxt ordu yoxudu, ordu hissələrdə yoxudu. 1000'ə yaxın polis kişi torpaqların müdafiəsi uğrunda Qarabağda şəhid olublar. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Cənab Nazirimiz Vilayət Eyvazovun və Tərtər rayon güc strukturlarının hər birinin bayramını təbrik edirəm. Qurban bayramımız mübarək olsun. Çox sağ olsun Cənab Prezidentimiz. Biz şəhid ailələri, qazilər olmaqla daim onların diqqətindəyik. Allah dövlətimizi, millətimizi var eləsin. Bayramov Həsən ağa Müslümoğlu bu günləri
Qəhrəman Tərtərimizin polis şöbəsinin həyətində bu işlər təşkil olunub. Bu günləri bütün Azərbaycanımızın, millətimizin, şəhid ailələrimizin, qazilərimizin hamısının Qurban Bayramını təbrik edirəm. Uzun ömür, can sağlığı arz edirəm. Bu diqqət və qayğıya görə mən cənab nazirimiz Vilayət Eyvazova və rayonumuzun Tədbirdə Tərtər rayon prokuroru və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları da iştirak etdilər. Bayram münasibətilə rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və astəminatlı ailələrə qurban sovqatı çatdırılır. Polis əməkdaşları 200-dən çox ailəni ziyarət edərək onları Qurban Bayramı münasibətilə təbrik edib sosial durumları və qayğılarla maraqlandırır. Görüşlər zamanı Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi sücaətdən, xalqımızın birlik və mübarizə ruhundan bəhs olunub, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir. Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə hüquq mühafizə orqanlarının əməkdaşlarına minnətdarlığını bildirdilər. Sağ olun, hoş gelmişsiniz. Sağ olun, hoş gelmişsiniz. Hoş gelmişsiniz. Allah sizlere can sağlığı versin. Bizi daxildə qoruyan Azərbaycan polisi. Sizə mənim bu oğulsuz ürəyim qurban. Çox sağ olun. Sağ olun, sağ olun.